Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Cəhalət mühəndisliyinə qələbə proqramının 216-cı bölümü başlayırıq. Allaha min mərtəbə şükür olsun ki, bir gündə ömür verdi, eləyə bilək Türk insanının yaradıcılığından, yazı uyğarlığından, düşüncə uyğarlığından, duyğu uyğarlığından, anlayış uyğarlığından, görüş uyğarlığından, siyasətindən, dilindən, ərz edeyim xidmətə, hüququndan, din anlayışından bir ayrı kitabla tanış olaq. Gedək görək ki, bu günləri hangi kitab çıxacaq ki, bizi cəhalət mühəndisliğindən ki, keçən 250 ildə yaygın olub dünyada, ondan bizi ıraqlada və türk dilinə, türk mədəniyyətinə, türk insanlığına qaytara. Dediyimiz kimi, bu kitablar ki, çap olublar, çapla gəlibdir, onlar düşmən çox əl aparıb içinə, onlar bizim beynimizi yumaq üçün, onları bizi özlərinə bağlamaq üçün yazıblar və mütəəssifanə bizim danışqahlarda, elmiyyə hozələrində filan onları oxuyublar və onlara nökər olublar, fikir olaraq, düşüncə olaraq və qıblaları olubdur. İndi isə əgər qeydib əlyazma kitabları oxusaq, düşmən onlara əl aparmayıb ya da çox azını əl apara bilibdir. Özəlliklə əgər keçən 500 ildə, 700 ildə, 1000 ildə yazılan kitablarımıza, türk kitablarımıza qayıtsaq, baxsaq, düşmənin orada əli olmayacaqdır, onlara əl aparmayıbdır, fürsət eləməyiblər. Biz də eləyə biləcəyik ki, türkün yaradıcılığı ilə, siyasəti ilə, anlayışı ilə daha çox dərin tanış olaq və bu bais olacaq ki, biz gələk özümüzə, milli hisslərimizə, milli duyğularımıza, milli anlayışımıza, milli görüşümüzə qayıdaq və beləliklə eləyə biləcək yenidən Birinci Dünyadan öncə olduğumuz dünya qüdrəti içinə, dövrünə dönək və o cür bir qüdrət olaq. Nəinki o zamana dönək, yox, o cür bir qüdrətə gələcəkdə çevrilək, hətta ondan da güclü bir, yaradıcı bir fikrə, qüdrətə çevrilək. Tamam, indi keçənki günlərdə əgər yadımda olsa Mir'atül Lüğəti oxuduq və Məcmuətül Fağ. Əlbəttə burada faz yazıbdır, biz qaz dedik içində ləğzi sözündən onu götürdük. İndi gedək ki, Şərh-i Fusus-ül Hikəm nədir? O iki kitab keçənki cələsədə oxumağa çalışdıq. Heç birisinin mövzusu o mövzu deyil ki, mən eləyə biləm onların içində. Yəni, həm yazıları çox şeydir, həm də ki, lüğət məsələn mənim o əlaqəm olan oxuduğum şey deyil. Mən biraz desəm tənbələm, inanmazsınız, amma biraz tənbələm, biraz özümü sadə bir şeylərlə saxladığım üçün zehnim o qədər də ağır bir şeylərin üstündə işləmir. Ya qoymamışam işləyə, əlbəttə irad da məndəndir, zehnimdən deyil, özümü bu cür gərək çox da yumuşaq ya qolay, rahat işlərə adət vermişəm. Ona görə əgər şey olsaydı, daha ağır işlərə özümü adət eləsəydim, daha yaxşı olardı. Gedək görək ki, Şərh-ül Fusus-ül Hikəm nüsxəsi nədir? Deyir ki, bu ehtimalən görək, baxaq görək ki, 1246-cı ildədir, yəni 201 il öncə yazılmış kitaba bənzir. Əvvəl baxaq görək ki, bu kitab hardadır? Əvvəl kağızına baxaq görək ki, kağızında nə cür bir kitabdır? Görürük, kitabı açıblar beləsi, birinci səhifəni görürük, cildi görmürük, yəni birinci səhifəni görürük. Burada üstə bir şeylər yazılıbdır, ehtimalən 2 dana möhür vurulubdur. O nə mənədir, ya 2 möhür bir-birinə, ya 3 dana möhür bir-birinə bağlıdır, xəbərimiz yoxdur. Süleymaniyyə Kütübxanəsində İstanbulda Fatih məhəlləsində Türkiyədə bu kitab saxlanır. Kitaba baxırıq, birinci əvvəldə fehristir, ədədi oraq 465 səhifədir. Ədədi oraq, yəni kitabın vərəqləri 465 səhifədir. Yəni, o yüzdü, bu yüzdü tutsaq, olacaqdır 930 səhifəlik bir kitabla üzbə-üz olacaq. Ehtimalən beləsi mənim zehnimə belə gəlir.
Ondan sonra Fehristin yazıbdır. Burada görürük Fehrist 34-cü səhifəyə Fəsl-i hikmət-i ilahiyyə fi kəlmə-i adəmiyyə. Ehtimalən bu fəsl olmayacaq, nəsr olacaq ya da fəslidir, bilmirəm. Bunu çünki bəzi hər yerdə fəsl yazıbdır. Bu fəsl olacaqdır. Hikmət-i nəqşiyyə fi kəlmətü şeysiyyə. Bunlar bəhslərin başları olduğu üçün mühüm. O zaman ki hikmət-i ilahiyyədən danışır, İslamda yaygın olan o şey ki ona kəlam deyirlər ya din içində, din içi fəlsəfə, fəlsəfə yox, din içi fəlsəfə deyirlər, ondan danışılır. Fəsl-i hikmət-i nəqşiyyə fi kəlməti şeysiyyə, fəsl-i hikmət-i səbuhiyyə. Bu da bir ayrı. O hikmət-i ilahiyyə bir şeydir, baxışdır. İslam müsəlman alimlərin içində. Bir də hikmət-i nəqşiyyə vardı ki, hala fi kəlmətin şeysiyyə. Bu da şeys də ehtimala nəqşiyyənin bir tayfası ola, bir şeys də onun bir alimi ola. Subuhiyyə də fi kəlməti navhissiyyə ya navhiyyə. Ehtimalən navhiyyə olsun, nuhiyyə yəni. Bu da bir baxışdır dində. Fəsl-i kəlmətin qudusiyyə fi kəlməti idrisiyyə. İndi bunlar hərəsi bir kəlmətin mühimmə fi kəlməti İbrahimiyyə, İshaqiyyə, Haqqiyyə, İshaqiyyə. Zahirən gedir bu Həzrəti Adəmdən başlayır. Həzrəti Adəm ilahidir. Ondan sonra Şeys nəbidir. Ondan sonra Nuh nəbidir. Ondan sonra İdris nəbidir. Mən deyirəm bunlar İslamın içində, amma indi görürəm ki yox. Bunlar o məşhur peyğəmbərlərin adlarıdır və onların fəlsəfə baxışıdır, din anlayışlarına onların baxır. Fəsl-i hikmətün muhimmiyyə fi kəlmə İbrahimiyyə, kəlmə-i haqqiyyə fi kəlmə İshaqiyyə, bunu haqqi qoyubdur. İlliyyə fi kəlməti İsmailiyyə, İshaqdan sonra da İsmailə keçibdir. Fəsl-i hikmətün ruhiyyə fi kəlmətin Yaqubiyyə, bu da Yaqubdur. Yusifdir, sonra Huddir, sonra Salihdir, sonra Şuaybdir, sonra Rutəbbədir ya Vətiyyə olacaq ya Lutiyyə, bağışlayın. Lut peyğəmbərlərdən fi kəlməti Qəririyyə, bu bilmirəm, əslən adını eşitməmişəm, tazadır. İsəviyyə, o birisidir. Süleymaniyyə, Həzrəti Süleymandır. Davudiyyə, Həzrəti Davud. Yunusiyyə, Həzrəti Yunus. Əyyubiyyə də Əyyub peyğəmbərdir. Yahyəviyyə də Yahya peyğəmbərdir. Zəkəriyaviyyə də Həzrəti Zəkəriyya peyğəmbərdir. İlyasiyyə, Həzrəti İlyas. Luqman həzrətlərinə burada yetişir və Haduniyyə, sonra da Musəviyyə, Həzrəti Musa, sonra Xalidiyyə, bu hangi peyğəmbərdir, bunu da bilmirdim. Və ən sonunda Muhammed sallallahu aleyhi və səlləm həzrətləri haqqında bu kitabı yazılıbdır. Buradan Fehristi baxdıq, amma indi kitabın özünə baxaq ki, sürətlə çox da vaxt qoymayaq bu kitabın tanıtdırmağına zahiri vəziyyətin. Kitabın görürsünüz ortası nəzərə gələn biraz xərab olubdur, qıraqlarına da su gəlib, xüsusən üst bölümdə suyun gəlmağını görürük. Bir dənə möhür üstdə burada vurublar, ya bir tablo olmuş, ya o yüzdə olacaq ehtimalən əksi düşüb. Bu yüzə baxarıq, görürük nədirdir. Burada iki dənə, bir dənə Süleymaniyyə kitabxanəsinin möhrünü görürük. İkinci də bir nəfər ki, bu kitabı ehtimalən vəqf eləyibdir. Onun möhrünü görürük. Şəhid Əli Başa rəhməhullah taala, ehtimalən bir paşa bunu vəqf edibdir. Bəli, o yüzdə ki, dedik möhrüdür, o bu yüzdəki Osmanlı dövründə yazılan bir kitablar formətində yazılıbdır. Haza kitab-ı, hazası yoxdur, mən bunu özümdən demişəm. Kitab-ı la yemissuhu illal mutahhar an qeyrillahi taala. Bu kitabı əl vurmasınlar o adamlardan qeyri ki, Allaha inanırlar. İlləl mutahhari, pak insanlar, ən qeyrillah, Allaha inanmayanlar deyir, əl vurmasınlar. Burada görürsünüz ki, iki yerə bölüblər. Bu Osmanlıda bu nəqqaşlıq ki olub burada üstdə.
Görürsünüz, Osmanlıda belə bir şeydir. Çox cəlib bir usturəyi haləti var, ya bir sembolik haləti var. İki yerə bölünür. Aşağıda kitabın adı ya o haqda bir şeylər gəlir. Görürsünüz ki, bunun öz iki yerə bölünübdür, əslində üç yerə bölünübdür. Bir tablodur ki, onun üstünə ad yazılır, ya Bismillah yazılır, bir də onun arxasıdır ki, iki tərəfindədir. Görürsünüz, nəqqaşı olubdur. Sonra o davam tapıbdır. Məscidin o günbəz ki deyirik, ona bənzədən bir şeyin içində davam tapıbdır. Aynı rəng, aynı gül, aynı islimi deyirlər, elə bilirəm Farsız dilində. Sonra bu günbəzin üstündən bir az bir şeylər göyə tərəf çıxıblar, gedirlər. Baxsaz gül haləti var və ayrı bir halət var da, hamısında təqribən bu şəkil bu şəkildə gedir. Yəni bu üç dənə təkrar olur. O içindəki abı yer ki bugün vardı, o mavi yer, o değişə bilir rəngi və gülü, amma onun üstünə getməyi və onun içi, məncə oradan o üzədə, yəni bu ki, insanın zehnindən bir şey topluma, ya məsələn, deyək ki, indi bəzilər deyirlər, mövc olur, nə bilim, frekans olur, o frekanslar, mövculardır ki, gedir topluma, ya ayrı kürələrə, mövculara qatışır. Kitabın səhifələrinə baxaq, görürsünüz ki, feylən burada baxanda görürük ki, ayələr kimi yazılıbdır, nöqtə qoyulubdur və nöqtələrin içi, nöqtələr özü də 5 ya 6 qanatlı gül çəkilibdir və içi də təlayi rəng olubdur, yəni qızılı rəng olubdur. O birisi səhifələrə getiririk. Burada görürük ki, o dövrəsində ki, qalin çarşıvə çəkilmişdi neçə dənə. Burada bir dənə olub, o da qırmızı. Bəzi kəlmələr qırmızı yazılır ki, bu bir mətləbin qurtarması, o birisi mətləbin başlaması və hə belə onun önəmini göstərir. Görürsünüz, sətirlərin, səfənin sonunda bir kəlmə yazır ki, yəni sonuncu kəlmə nə cür olacaqdır ona görə. Məmulən də bu deyək ki, sağ səhifə, birinci səhifənin vərəqin, iki üzü var hər vərəqin, biri əvvəlki üzündə yox, ikinci üzündə yazılır ki, əgər sonuncu kəlmə cırıldı, səhifə cırıldı, yox oldu, ya qatışdı, bir-birinə cırıldı, o aşağıdakı kəlmədən birisindəki sonuncu səhifənin əvvəl kəlməsi nə ilə başlanır. Bu zamanacan şumarə qoymurdular, indi şumarə qoyulur, daha rahat tərdir. Görürük ki, bəzən də bunların qırağında şey yazılıbdır, haşiyə ya qıraq yazı yazılıbdır. O adamlara məmulən yer qoyurlar ki, bunlara əgər bir düşüncəsi vardır, bunlarla fərqli ya nəqdi vardır, ya izafə istir bir şey desin, onları yazsın. İnşallah eləyə bilək bu mərtəbələri burada oxuyaq, görək ki, nə cürdür. Mən biraz sürəti çoxaldıram. Görürsünüz, burada çoxlu haşiyə yazılıb kitaba və zaviyə də veriblər ki, bir-birinə qatışmasın. Burada bir şeir ilə üzbəyiz olur, türkcədir. Şeirə göz dolandırdım, türkcədə heç mətnə baxmamışdım, o da türkcədir. Kitab o cür ki dedim 930 səhifədir, ya 32 səhifədir. Onu çünki burada hər iki səhifədən iki səhifəni bir PDF-ə qoyublar. Onun üçün 461 olubdur. Kitab çox gözəl yazılıb, sətirlər görürsünüz bir-birinə çox yaxındır, kəlmələr də bir-birinin qarnına giriblər. Amma oxuna biləcək xətt ilə yazıblar. Çox gözəl bir xəttdir. Gözəllikdən də anlamı budur ki, mən ki, türk dilində dərs oxumamışam, mədrəsəyə, danışgaha getməmişəm, təxəssüs almamışam, əl yazı, xüsusən əl yazı üzərinə heç bir təhsilatımda olmayıbdır. Əslən, kitabdan əl yazı kitabları oxumazdım. İndi görürsünüz ki, bunlar mənim nəzərimə bunu oxuya bilərəm. Burada yetişdik bir yerlərə ki, qırmızı yazılıbdır. ehtimalən ayat-i müqəddəsə ya əhadis-i müqəddəsdəndirlər. Bunları görürük burada. Oxumalı kitabdır, məncə yəni oxuya bilərik. Burada İslam alimləri gəliblər bəzi məfahimi
qavramları açmaq üçün onları insanlardan deməyiblər, onları peyğəmbərlərin adına açıblar ki, burada da gördünüz bir 30 danaya yaxın ya 20 danadan çox peyğəmbərin adını deyə onların siyasi, iqtisadi, ictimai anlayış, onların dünya görüşünü əslində deyək, fəlsəfi görüşlərin ortaya qoyubdu, ya din görüşlərini ortaya qoyubdu. Onların başlığı altında bu düşüncələri ortaya qoyurlar. Bu, yəni insanlara çox batı şeyində filsufları çox şəxsi insanlara müraciə edirlər. Onlar bu İslam dünyasında peyğəmbərləri əsl tutaraq onların adlarının, onların ləqəblərindən hətta yola çıxaraq fəlsəfə yaratmağa, ya fəlsəfəni danışmağa, ya din anlayışını danışmağa çalışırlar. Kitab gedim sürətlə bir axir səhifəyə, çünki hamısı təqribən bir model görünür. Sonra görək ki, bu kitab nə cür olubdur. Bunu biraz yekəldək, əvvəl burada bir tarixinə baxaq. Salam eylə, salat ilə salam ol məzhər-i cəmiyyəti zatə ki oldur məzhər-i əvvəl, həm oldur məqsəd-i sani. Daxi əshab alinə, daxi əhbab ətbaə ki dini mərifət əmri onlarla buldu itqani. Onlardan bu Bəkridir birci, yerci həb siddiqün şəhri ruxşani ya səhri ruxşani rəxşani ədalət rəknünün daxi Ömər oldu nigəhbani ya nigəhban olacaqdı ya məkhiyani nigəhban olacaqdı. Rəsulun sahibi yari daxi hilmu həyakani salatünlə müşərrəfdir. Salatünlə müşərrəf qıl xudaya ruhi Usmani. Bu da 3-cü xəlifəyə salam salavat göndərir. Salamünlə mükərrəm qıl əyd ali, əyyəd ali əba haqqi vilayət məzhəri dildel səvar şahkari mərdani ya məzdani. Mərdan olacaqdı. Hala niyə burada zı düşübdü onu bilmirəm. Həsən ilə Hüseyin və Fatimə ərvahini cəm'a tuyur feyzünlə əhli beyt olan həm cümlə pakani. Cəmalünlə daxi şadit cəmi ərvah əqtabi visalün abinə qandır ilahi qəlbi xassani. Qəd ittəfəqəl fərağu li. Mən bu kitabı yazmaqdan qutardım, fəraq tapdım. Min tənmiqehi və onillah, tənmiq bilmirəm nədir, və onillah və tövfiqihi fi mən muttəsəfi rəcəbül mürəccəb. İndi tarixan ki, tarixdə, əlbət bunun adını bilmədik, bəlkə inşallah taparıq adını. Deyir ki, kitabın adı oldu Şərh-i Fusus-ül Hikəm. Şərh-i Əl-Fusus-ül Hikəm. Tamam, indi deyir ki, fi Rəcəb ayında Əl-Mürəccəb sənəyi əhda və eşrinə və əlif min 21-də min 21-ci ildə minəl hicrətin nəbəviyyə əla sahibiha əl-əkməli təhiyyəti. Burada sahib, yəni dinin sahibi. Bu sahib kəlməsi Hindistanda çox işlənir. O zaman ki, türklər Hindistana hakim oldular. Orada sahib kəlməsi işlənir. İndi də bu günləri Əfqanistanda, Pakistanda, əgər səhv eləmirsəm, Hindistanın bir çox yerində, hətta əgər səhv eləmirsəm, o səhv eləmirsəm sözüm burada deyəcəkdim, Bəngiladeşdə də sahib kəlməsi işlənir. Ağa mənasına, o şey ki, əfəndim, əfəndi deyilir Türkiyədə, o mənada. Əkməli təhiyyəti və ənəl abdel fəqir özün danışdırır. Şimdi bu kitabı yazan
kimdir? Abdülfaqir Abdullah el-Basnavi, Busnevi. Mən bunu Busnevi oxuyuram, amma bəlkə Abdullah el-Busnevi. Şayet bu el-Bunevi olsun, amma Fetahallahu aleyhi abvabel maarifi vel haqaiqi ve cealehu mesnede mustadimen aleyha fil hafiyyi vel celi. Bu da olacaqdır fil hafiyyi vel celiyye. Amin ya Rabbil alemin. Adı da budur. Allah'tan da istedi ki ona məarif və həqaiqin qapılarını açsın. Həm gizlin, həm açıq məarifdən danışır əlbəttə. İndi görək ki, əcəba burada da orada bir şey vardı. Mimma vəqəfəl əl-vəzirüş-şəhid Əli Paşa rəhməhullah taala in la yəxrucu min xəzainih beşərtin. Bu bir kitabın məxzənindən çıxartmaq ilahi şükür olsun. Tamam. Gedək kitabımızın əvvəlindən başlayaq. Görək ki 22 dəqiqə fəali kitabı belə tanıtdırmağa vaxt qoymuşuq. Türki. Kitabın Türkçe Şerh-i Fusus Li'abdi Efendi bi xətt şərif. Öz xətti ilə bunu yazan Abdi Efendi. Burada nəvəşi Abdullah deyib də, amma orada yazıb Abdi. Türkçe Şerh-i Fusus, Türkçe dildə Şerh-i Fusus deyil. Li'abdi Efendi. İhtimalən Abdi Efendi bunu alandı. Bi xətt şərif öz xəttini, şərif xətti ilə. Yəni İhtimalən bunu yazan Abdullah Busnevi, Bosniyalı, yəni Bosniyalı. Bugün Bosni dediyimiz yerdir, odur. İhtimalən bu o deyil, bu adam başqa bir şeydir, amma yazıb ki, bu yazıbdır. İhtimalən bu adam Nəssaq olsun, pəs bunda yazarıq. Nəssaq kimdir? Abdi Efendi. Efendi bi xətti şərif də ki budur. Bunu burada indi görək buradakı möhür. Burada da möhür dedik qruplar 2 dənə. Ondan da başarmadıq. Süleymaniyəni gördük. Fehristi əvvəldə oxumuşduq. 1, 2, 3, 4, 5, 6, 7 28 yox, 27 dənə burada Peyğəmbərə görə nəzəriyyə salıbdır. Yəni 27 mövzuda, qonuda nəzəriyyə salıbdır. Gedək bu bir səhifədə görək ki, burada nələr? Və la təqrəbu maləl yetim. Yetim malına əl uzatmayın. Daha təqrəbu yaxınlaşmayın, yəni əl uzatmayın. Amma heyf olsun ki, indi İran adlanan yerdə yetim səhlidir, yetimin özündə yeyirlər. Malı səhlidir, özündə yeyirlər. Min kutubul fəqir Şeyx Muhammed Əl-Asi bilməkkətil məkəhəti sabiqən ələ əbd. Hər halda burada da kitab gedibdir, yetişibdir. Bir adama ki adı Şeyx Muhammed Əl-Asi bil mələkəti əl-mülkəti sabiqən ələ. Nə mənə bunu oxuya bilmədim. Bir dənə kiçik burada möhür vardı. Görək o kiçik möhürü oxumaq ola bilərmi? Oxuya bilmədim. Məhəmmədin oxudum. Qalanın oxuya bilmədim. İntəqələ ilə Əl-Hüseyni İbni Şeyx Muhammed Əl-Məd'un 1347-də əcəba şumarəsidir ya nədir?
Gedək kitabın özü başlayır. İndi kitabın mətninə gedirik. Görək ki, nədir? Kitabi la yemissuhu illel mutahhar an qeyrillah Teala. Allahdan qeyri hər şeydən pak olmaq. Yəni bu ayrı bir şey deyir. Diqqət buyurun. La yemissuhu illel mutahhar an qeyrillah. Allahdan sonra hər şeydən pak olmayanlar bu kitabı əl vurmasınlar. İmam, peyğəmbər, Allahdan sıvay da, yəni masiva deyirlər fəlsəfədə ya irfanda və hər gün kəlamda masiva deyirlər. Masiva yəni Allahdan sonra hər nə vardı, ondan pak olmayanlar bu kitabı əl vurmasınlar. Bismillahirrahmanirrahim. Və kullən nəqussu ələykə min ənba'ir rəsuli ma nəbusset bihi fuadike və carike fi hazihil haqqi və mu'uzeti və zikrin lil mu'mini və zikra lil mu'mini. Sənə ənbiya və rüsülün onlardan hikayət eləyəcəyik. Küllə, yəni küllən də, yəni küllən ənbiya və rüsüldən hikayət eləyəcək. Ma nəsabbitu bihi, o şeyləri ki səbt olmayıbdır, ya biz səbt elədik bihi fuadikə və carikə fi hazihil haqqi və mu'uzeti və zikril mu'min. Möminlər üçün burada bir şeylər gətiririk və qullillezine la yu'minuna ayə gətirdik. Qullillezine la yu'minuna a'milu ala məkanətkum inna amilun. Siz öz yerinizdə deyir ki, mümin olmayanlara decinən ki, öz yerinizdə əla məkanətkum, öz yerinizdəki işlərinizlə məşğul olun. İnna amilun, biz də öz yerimizdə, öz işimizdən. Bu bir ayədir. O birisi ayə ilə ki, siz öz dininizdə, biz də öz dinimizdə olaq. O ayənin bir ayrı anlamıdır. Və intəzəru inna muntəzirun, gözləyin, biz də gözləyirik. Ləqəd kânə fi qissəsihim ibrətən li ulil əlbab ma kânə hədisna yuğayyirə. Onların nağıllarında biz nağıl demirik. Deyir, nağıl demirik ki, deyək, nağıl deyirik. Yox, nağıl demirik. Biz onların nağıllarında ibrət var, dərsi tarixdir, düşüncə dərsi var. Ulul əlbab ağıl sahiblərində, sahibləri düşünər bunu. Və lakin təsdiqul-ləzi beynə yədəyhi və təfsilu kulli şeyin və hudən və rəhmətən li qovmin yu'minun. Bu da yenə ayədir. Və lakin təsdiqul-ləzi beynə yədəyhi, ehtimalən bu da ayə ola, ya olmaya, onu bilmirəm. Amma bu ayələrin beləsi arasında şey qoyduğu üçün deyə bilirəm ki, kullən nədir? Ayədir bunlar. Görürsünüz ki, ayələrin hər ayədən sonra bir şey çəkibdir, bir dairə çəkibdir, onun gül kimi çəkib, yəni rəhdə içində rəhliyibdir ki, yəni ayrıbdır. Və lakin təsdiqul-ləzi beynə yədəyhi və təfsilu kulli şeyin və hudən və rəhmətən li qovmin yu'minun. Əvvəl Fatihi xəzayin cud-u kərəm, ol, əvvəl deyil, bağışlayın, ol Fatihi xəzayin cud-u kərəm və mənzil alai ulumu hikəm olan zat-ı uluhiyyət, uluhiyyət Allahiyyət mi? Uluhiyyət o mənadadır, yəni üsluq. Və Həzrət Əhədiyyət lisan-ı qurbi fəraiz ilə həmd olsun ki, rədqu cəm'i zatidə məndəməcə və məktubə. Məndəmcə, bilmirəm bu nə mənədir, ehtimala ərəbcə kəlmət və məktubə və qeyb biyutdə
ehtimalən huviyyətdə olacaqdır və qeyb huviyyətdə xətm əhdiyyət ilə məxtum olan hurufi şuun qeybiyyə, huruf şuun qeybiyyə və kələmat həqaiq əyan elmiyyəyi مراتب غیبیت فیض اقدسdən وارده olan تجلیات ذاتیه və ənfas rəhmaniyyə ilə fək edib nəfs rəhmani ilə əyan qeybiyyənin iqtiranından mürəkkəbə olan kələm və kimlikin qulubi xavatımini bu indi xatamini xavatım yoxdur. Xavatım cəm olacaq amma xatamini oxuyuruq da biz. Xavatımini zat və sıfatı nüquşi üçün fusus eylədi. Və sübut elmidə həqaiq mədudənin və əyan məlumənin iqtizai zatiləri üzərə nəfəs rəhmaniyi təxsis və həssas təcəlliyatdən hər bir həqiqətə bir haqqi ya bir hüqqi müəyyənəyi təxsis edib hər eyni sabitənin istedad və qeyri-məculi qamətinə feyz əqdəm sobini məqsus eylədi və şuhud və işhad külli üçün həbb zatinin müqtəzası üzərə həbb dənədi. Bir daha hübbü də oxuya bilərik bunu. Hübbü zati olan, surəti və sabitə olan həqiqətinin istedadi və qabiliyyəti üzərə, istedad o şey içində potansiyel məruf olubdur. Xaricdən gəlib hamı onu işlədir. İstedadi və qabiliyyəti üzərə zahir olub. Qabiliyyət türkçəsi, istedad və qabiliyyət ikisi bir-birinə yaxındır mənaları. Türkçədə çıxar mən deyirəm, bilmirəm ki, bu mənadadır ya yox, amma çıxar tuturam. Ya utiyə kulli şeyin xəlqəhu sümmə hada məzmuni üzərə ayədən gətirdi. Deyir ki, bu məzmuni üzərə qədri məlum və həddi mərsum üzərə birisinə təcəlli vücudi və feyz cudiyi e'ta edib məzhər ətai qeyr-məczuz və muridi nəsibi qeyr-mənquş eylədi və Muhammed əzvaqi əkabiri ənbiya olan həqiqət Muhammediyyə və vilayət ilahiyyə cəmiyyənin məratibindən hər bir mərtəbəyə məxsus olan ulumi hikəmin zübəd və nətayicin xavatimi kələmi ənbiya ilə izhar edib hər bir nəbiyyi hikəmi ilahiyyədən, burada indi qeydir olar ki, hər bir nəbinin, hər bir peyğəmbərin bir hikməti var, bir dünya görüşü var. Ona görə bunu deyir. Bunların da hərəsinin bir zaviyəsindən baxır, bir açıdan bu baxır ona, ta eləyə bilsin, desin ki, biz İslam toplumunda bunları nə cür görürük, onu istəyir desin. Burada indi ora yetişdi. Ulumi hikəmin, hikəm cəmi hikmətdir. Olan ulumi hikəmin zübəd və nətayicin, zübəd şayət də zübdəsi ki deyirik, yəni yap belə o üstə çıxan güclüsü, onu zübdə ona deyirik. Zübdə ehtimalən türk kəlmədir, bilmirəm, bəlkə türk olar. Və nətayicin xavatimi kələmi, kəlamdır bu da, kələmi ənbiya ilə cəmidir. Kəlam sözünün cəmidir. Ənbiya ilə izhar edib hər bir nəbiyyi hikəmi ilahiyyədən bir hikmətin, hərəsinin bir dedim bölümündə götürübdür, xətmiyyətinə məxsus eylədi. Həzrət Muhammedin xətmiyyəti odur.
Deyir ki, onların hərəsindən bir dənə götür, da burada xətm olsun, burada qurtarsın. Və xəvatim xulefai həfəzi xəzain aləm və yənabi mənbələr, qaynaqlar, feyzi əqdəs və əqdəm edib qeybi hüviyyətdə müstəcən ya müstəcən olan, müstəcən üstörtülü cin sözündəndir. Cinnu, cinnət o, cənin o, hətta bu şey ki vardı, qılıncı belə vuranda vursunlar ona, onu da adı ilə indi farsca ya şeydə deyirlər nə mənə? Sepər. Amma sipər deyil, o da elə ehtimal verirəm ki, ərəbcədə ona cənnə deyirlər, belə bir adı var, amma əlbəttə Google-dən də soruşa bildik ki, onun adı nədir? Mənim yadımdan çıxdı, amma bilirəm ki, odur. Olan cəmali kəmalini və kəmali cəmalini, həm cəmalının kəmalı, həm də kəmalının cəmalı. Cəmal Allaha nisbət verəndə, o birisi kitablarda da bunu demişdi, mən də işarə eləmişdim. Yazarlarımız buyurmuşlar, mən də ərz eləmişdim. O da budur ki, yer üzü, hər nə ki yerdə, göydə görürük, bunlar ki görürük, bunlar Allahın cəmalıdır. Allahın cəmalı o şəkildə görsənir. Kəmal da ki, Allahın kəmalı, yəni hər gözəllik Allahındır, hər şeyin kamili odur oraya. Və kəmal-i cəmali anların vücudi mərayasında, məraya görüntüsü, mər'i, rü'yət sözündəndir. Mərayasında onların, ya peyğəmbərlərin, nəbilərin vücudunda izhar edib, onlarda görsənibdir. Cəmiyyət ilahiyyəsinə xəsisi olan, xəsisə həmən xüsusi olan surətinin məzhəriyyətində sübut və qiyamidə anları bünyan. Səfənin o birisinə baxır, burada mərsus. Bünyan-ı mərsus gedək o birisi səhifəyə görək ki, mərsus eylədi. Və umumən xulasi əhli xüsus olan, indi də çox mərufda deyir, xas-ı am, həman onu deyir. Və umumən, yəni ümumi halətdə, xulasi əhli xüsus olan, xutumi kəməl və mükəmməl olacaqdır ehtimalən. Bunların biri xutumi məzahirindən hər birisini cəla və isticla, cəla parlamaq, isticla yəni parlatmaq, külli və şuhud və işhad cəm'i və təcəlli əhədiyyi zatiyyə məxsus edib onların vücudatını kəndi zati əhədiyyətinə bərahin və şuhud və dəlail və nusus eylədi. Onların zati vücudları Allahın zati əhədiyyətinə, birlikinə, zatının birliyinə bərahin, burhanlar, dəlillər və şuhud. Şuhud içəridən bir hissidir və dəlail ki, dəlillər və nusus eylədi, nəssi də sözlər filanlar. Və Həzrət-i Uluhiyyətdən salatu salam ol seyyidi vələd Adəm, vələd Adəm, seyyidi vələd Adəm, Həzrət Adəmin oğlu, Həzrət Məhəmmədə istir desin. Və əmri vücudə miftah və xatəm ol ünsuri əzəm və nuri qidəm, qidəm qədim nur. Dedik ki, qidəm, yəni əvvəli yox, o şey ki, əvvəli yoxdur, həmişə varmış. Yəni, biz həmişə deyəndə zaman gəlir zehnimizə, yəni zamansız bir zaman var imiş. Zaman olmadan öncə də var imiş, qidəm o mənadadır. Və məzhəri əkməl və ətəm və meclayi əşməl və əhkəm xazini, xəzaini, həzərat, cud və kərəm və mumiddi həqaiq və ərvah ərbab himəm olan seyyidimiz və sənədimiz Muhammed sallallahu aleyhi və səlləm və əhli olsun, vasil olsun, yəni səlləmə
vasıl olsun ki emr risalet onun vücudi hatmi ile mahtum ve nüvvet de hatmiyete husus onun ismi azami ile mevsum olup hutumi kalemi beyninde menesse-i zuhuride mezheriyette ekmiliyet ile ani mensus eyledi ve dahi al ashab ehl yaqin ve اولiyای اصحاب تنچین huzurine mütevasıl olsun. Mütevasıl yani dalbadal selamı selavatımız yetişsin. Ki onlardan her birisinin kalbini enzeli mines semai ma'en fesa'alet avdiyet beqadriha beqadri burada behad ihtimalen fehvasi yani bu ayenin burada bir aye geldi da enzele mines semai ma'en fesa'alet avdiyeten beqadriha. Şimdi burada fehvasi de yani onun anlamıca, fehva anlamıca, onun mənasıca, o ayenin ne dediği üzere, fehvası üzere, onun istidadı xası üzere, istidadı çıxarı. Xası da yani ki özel bir bunun çıxarı varmış. Həzərat-ı ilahiyyə üleviyyə, ələviyyə yox. Ülviyyə, həmən ələvi sözü də buradan gəlir. Ülviyyədən onun həqiqəti və müstənədi olan ismin həzrətindən nazil və faiz olan feyz rəhmani və təcəlli Rəbbaniyə mücri və mücri və mücəlla edib müqtədai əhli xüsus eylədi. Amma bəd. İndi buracan Həzrətlərə və Allah Əfəndimizə iradətini yetirəndən sonra Peyğəmbərlərə daha belə indi gəldi. Amma bəd əsl sözüm. Qəlb-i səlim və təb-i müstəqim əshabi olan ixvanə şöylə məlum olsun ki, yoldaşlarım, dostlarım, hər kəsi məndən bir yerdir. Təb-i səlim, qəlb-i səlim və təb-i müstəqim olan insanlara. Əshab da yəni yoldaşlar da dedik ki, vəqta kim Allah Subhanahu və Teala qeyb-i zatisi özünün qeyb olması deyir, o qədər aydındır ki, bunu mən misal beləsi deyim sizə, deyir Allah o qədər aydındır ki, aydınlığından görə bilmirik, gözümüzün özündədir görəmirik. Deyir necə ki, məsələn, yer kürəsi fırlanır, bir dana bundan səs çıxır. O qədər bu səs ucadır ki, ucalığından da biz eşitmirik. O qədər ucadır ki, da bizim qulaqlarımız onu eşitmək gücü yoxdur. Məsələn, bu o cürdür, qeybidir amma məsələn. Və Teala qeyb-i zatisi və itlaq-ı əhədiyyəsi cəmile-i əsma, cümle-i əsma, cəmilə olacaqdır. Əhədiyyəsi cəmili əsma və sifat və şüun و izafat-ı kəsrətindən münəzzəh olub cəmi əsma ilahiyyə və sifat Rəbbaniyə onun əhədiyyət zatiyyəsində müstəhləkə olduysa, müstəhləkə həlak sözündəndir. Həlak, müstəhlək olmaq, yəni yavaş-yavaş həlak olur da, aradan gedir. Müstəhlək olmaq eyni şəkəri, duzu tökürük suyun içinə, müstəhlək olur, gedir, yox olur. Həll olur, gedir. Müstəhləkə olduysa, pəs kuntu kənzən məxfiyyən fəəhbəbtu ən a'rifə fəxəlaqtul xəlqə lə'ərifə. Deyir ki, bu bir hədisdir, Allahın dilindən gəlibdir. Deyir ki, mən bir kənz olur xəzanə. Bir xəzanə idim, məxfi, sevdim, əhbəbtu, istədim, sevdim ki, bilünəm, tanınam. Kiminlə? Demir kiminlə. O orifə, tanınam. Fəxəlaqtul xəlqə, tamam məxluqatı xəlq elədim. Xəlq burada insan anlamında deyil. Küllü məxluqat, yerlər, göylər,
daşlar, dağlar, sular, aylar, ulduzlar, kəhkəşanı şiri, nə bilim, nə mənə, galaksi filan, bunların hamısı ki, xəlq elədim ki, tanınam. Xəlqi li orifə, tanınım, məhfumi üzərə, bu məhfumun üzrə qeyb-i huviyyətdə müsəccən olanlar ehtimalən, onların üzrə müsəccən onların kəmalının surəti ilə zuhur edib məruf olmaq üçün məhəbbəti zatiyyəsi mənbəis sözündən əlbəttə mənbəis o anlamında deyil. Munbəis oldu. Pəs besət də yəni qalxmaq. Munbəis oldu yəni qalxdı, ayağa qalxdı. Pəs dildi ki zatündə müstəhləkə olan əsmanın, süvərin və əsmanın, ismilərin burada, əsmanın qüvvətində olan anların əhkam və asarın məzahiri xəlqiyyədə izhar eyləyə. Pəs məzahiri təfsiliyyəyə süvərinin cəmi olan aləmi cəsəd-i məsvəti gibi ehtimalen müsəvvəti gibi xəlq eylədi. Və lakin aləm cəmiyyəti ilahiyyəyə surətinin qəbulində qabil və zuhur və izhar külli anla hasil olmamaqla anın ruhi olan adəmi surət ilahiyyə üzərə xəlq eylədi. Ruhi, anın ruhi, yəni ruhu olan adəmi surət ilahiyyə üzərə xəlq eylədi. Ruhu Allahın necir deyək indi bunu? Pəs Adəm məzhər əsma ilahiyyə və məcmə sifat Rabbaniyə olub burada bir tane R görürün amma cəla və isticla külli və şuhudu işhad və işhad cüməli külli bir də cüməli xülasə cüməli yəni xülasə külli də ki yəni kullu da yəni o şeydir və təfsili də olur məsələn insanların bir-biri anınla hasil oldu. Pəs Adəm əleyhissalam surət-i insanidə olan xutumun xətmilərin əvvəli və nişani-i ünsuriyyədə ənbiyanın əqdəmi olub. Allah Teala nübüvvət-i zahirəyi əvvəla anda izhar elədi. Və həqiqətül həqaiq olan həqqə Muhammediyyədən ona imdad elədi. Həzrət Muhammeddən də ona haqlığını yetirdi. Və bə'duhu onlarından kiləmi ənbiyanın hər birisində əmri nübüvvət ilə şər'iyyə məxsus zuhur etdi. Ol nəbi ilə anın ümməti üzərə hakim olan ismin rububiyyəti və ita etdiyi ətası həsəbilə və nəbi ilə ümmətin istidadi həsəbilə pəs ənbiyadan hər birisi əgər hükmü çox ağır kitabdır, yəni oxuyuram, keçirəm, amma mənası İslamda olan kəlam sözünün ya fəlsəfənin adam sıxıb töküb bura. Amma 900 səfə, yəni az deyil. 932 səhifəlik bir şey yazıbdır, yəni. Bəllidir buradan ki, bu sözləri bir-bir açacaq sonra. Çünki burada indi çox xülasə, hərəsinə bir işarə edir, bir cümlə ilə keçir, bəllidir ki, bunları sonra açacaqdır. Cəmi əsma ilahiyyənin məzhəridir. Və lakin anda olan zuhur, anın həqiqəti və müstənədi olan ismi ilahinin sə'i dairəsi
sə'i dairəsi həsəbi ilədir. Pəs hər birinin nübüvvəti və şəriəti ilə haqqın məruf və məbud olması anın əsli olan ismin hükmü həsəbi ilədir. Pəs vaxt hakim cəmi nübüvvəti camiə olan nübüvvət ammi mütləqənin və cəmi əsma ilahiyyeyi cami olan ismi əzəmin sahibi Muhammed sallallahu aleyhi və səlləm məbus oldu. Əl-yevmə əkməltu ləkum dinikum fəhvası üzərə əmr din və əmr nübüvvət və əmr mərifət və əmr zuhuru anın vücudi ünsürisi ilə xətm olub, kəmal buldu. Gördünüz da, yəni Həzrəti Muhammeddə nələr gəldi? Din, əmr nübüvvət, əmr mərifət və əmr zuhur. Deyir, burada Həzrəti Muhammeddə bunların hamısı qutardı. Zira nübüvvət vilayətin zahiri və vilayət nübüvvətin batinidir. Çox ciddi sözlər deyir, amma bunları mən otursam, açsam, qalaram. Və Rəsul sallallahu aleyhissalam kuntu nəbiyyən və Adəm beynəl mai və tin. Hədis məfhumi üzərə. Deyib ki, bir dənə hədis deyirlər Həzrəti Rəsuldan, beləsi deyir, bu hədis cəlibdir, ona görə deyim bunu. Və Rəsul əleyhissalam deyibdir, yəni, kuntu nəbiyyən, mən nəbidim, xəbərçiydim, nəbi yəni xəbər gətirən, Allah tərəfindən, ya hər yerdən. Nəbiyyən və Adəm beynəl mai və tin və Adəm, Həzrəti Adəm də hələ o zaman torpaqla suyun arasında bir şey idi, qatışıq bir şey idi. Yəni hələ olmamışdı, adam olmamışdı. Hədis yaranmamışdı adam. Hədisinin, bunu göstərir ki, bu hədis özü Həzrəti Adəmin tədrici düzəlməsinə də işarə ola bilər ki, beləsi. Hədisinin məfhumi üzərə Adəmin vücudindən əvvəl nəbi olub, cəmi ərvah, ənbiya və uliyaya vilayət mütləqəsindən imdad etdiyi gibi vücud Adəmdən sonra dəxiz kəzalikə vilayət mütləqəsindən və nübüvvəti külliyyəsindən cəmi ənbiyaya və onların ümmətinə onların istedadları həsəbilə imdad edib, ulum-i ilahiyyeyi onlara ifazə eylədi. Pəs əmr-i nübüvvət onunla xətm olub, anın intiqalindən sonra dahi kezalikə cəmi şəraiün əsrarına mütəəlliqə olan ulvi və vilayətə və tevhid zata mütəəlliqə olan hikəmi kəndi vərəsə və xulafası üzərə vilayət mütləqəsindən imdad edib, ilqa etməkdən zail deyildir. İndi burada vilayət mütləqəni görürsünüz. Birinci dəfə bu yazar hər kəsdir bir vilayət mütləqədən söz edir ki, sonra gəldi İranda qanun əsası da vilayət mütləqə mullalar geçdi. Burada vilayət mütləqi şeydən danışmır, insandan danışmır. Vilayət mütləqi Allahdan danışır. İmdad edib, ilqa etməkdən zail deyildir. Pəs kuntum xeyri ümmətin əxrəctu linnâsi məzmuni üzərə kendi ümməti xeyri üməm olmaqla cəmi ənbiyanın vilayati həsəbilə olan ulum və əzvati və hikəmi kəmalati, əzvat cəmi zatdır, zat və ərəbcə bunu deyirlər cəmi müşəssər. Əzvati və hikəmi kəmalati cəmiyyətini Rəsul əleyhissalamın vilayəti külliyeyi mütləqəsindən, əlbəttə burada Həzrəti Muhammedin sallallahu aleyhi və səlləmin vilayət mütləqəsindən danışır, surət-i vahidi də izhar etməklə iradi ilahiyyə təəlluq etdikdə Rəsul əleyhissalamın ruhi külliyəsi məzahirinin məzhər əkməli və vilayət o həqiqəti məcalisinin ehtimalən məclay əşməli xatəmi vilayət Muhammediyyə və hamil surət ilahiyyə cəmiyyə xariq
خارج حجب و استتا و استا است و استاری است استتا استار غیبیه استار غیبیه و ناشر اعلام علوم و حکم الهیه مظهر صنوف ارواح انسانیهی کمالیه و حامی همای ذات احدیه olan محمد ابن علی ابن عربیه Muhammed ibn Ali ibn bu kimi deyir bilmədim. Ya ki Hatemi ve Tai ve Endülesi ve Mağribidir. Allah Allah. Muhammed ibn Ali ibn Arabiye ki Hatemi ve Tai ve Endülesi ve Mağribidir. Zalibdir. Raziyallahu anhu Resul aleyhisselam hutume kemmeli enbiyanın zevgi Muhammedi ve meşrebi cem ahadide olan cemi ulum ve azvaqlerini kitab-ı Fusus-ül Hikam suretinde bu bir kitabdır ki Fusus-ül Hikam bunu yazanın adını apardı orada dedi. Aslında gedir burada yazaq Fusus-ül Hikam Şerh-i Fusus-ül Hikam'dır. Bu kitap şimdi oxuyuruq o Fusus-ül Hikam'ı ki bu zati şey yazmıştı. O adın saydı. Muhammed ibn Ali ibn Arabiye Hatemi Tai el-Endülesi bir Endülesi məruf və Məğribiyə də mərufdur. O indi bunun kitabları çox məşhurdur. Mənim indi adı yadıma niyə düşmür? Bir belə də işarə edir üstünə ha, amma yadıma düşmədi əsl adı. Biz onu nə cür tanıyırıq? Elə Endülesli tanınır, amma niyə mən indi o yadıma gəlmir? Deyir ki, bu hər halda o bir kitab yazıbdır Fusus adında. İndi gene onu Aleyhisselam Xutumi Kemal Enbiyanın zevgi Muhammedi ve meşreb cem'i ahadide olan cemi ulum ve azvaqleri kitab-ı Fusus-ül Hikam suretinde mübeşşirede irai edip nasa ihrac etmekle emr etti ta kim anın ümmeti hakikati insaniyeye kemaliye-i Muhammediyeye ceset gibi olan şeriate zahirenin kemali ile mütehakkik olduklarından sonra şeriatın sirri ve nübüvvetin batini olan vilayet-i mutlaqe-i Muhammediye-i ilahiyeden iktibas envar marifet edeler. Ve anın ulum ve hikemi ile mütehakkik olup zahir ve batin ve halq و حق و جمع و فرق و کسرت و وحدت و beyninde berzahiyye geri ve cemiyet uzma ile zahir olanlar pes ol engay mağrib ve meşrik engay mağrib ve meşrik şemsi beta ya betha şemsi betha ve yesrib ve varisi ulumi nebevi Şeyh Muhyiddin Arabi geldi yetişti ahirde. Şeyh Muhyiddin Arabi dedim ki neçə yerde işarelir adam. Şeyh Muhyiddin Arabi Raziyallahu enhü veraset âme ve ubudiyet kamili tamme hasebiyle emri seyyide imtisalen bu kitab-ı celil kadr azimul xitab. İndi o bir yani Şeyh Muhyiddin Arabi buna elə bir işarə eləyibdi ki, bu kitabı ki mən yazmışam onu şərh elə. Elə bir beləsi olur. Çünki beləsi olur. Dedi ki, varis-i ulum-u nəbəvi Şeyh Muhyiddin Arabi raziyallahu anhu veraseti âme ve ubudiyeti kamili tamme hasebiyle emri seyyide imtisalen bu kitab-ı celil kadr azimul hatab olacaq ihtimalen
ve yedalhum minallahi ve بدلهم من الله ما لم يكونوا أيحسبون بل قلوبهم في غمزة من هذا وقلوبهم غلف لهم قلوب لا يفقهون بها ولهم أعين لا يبصرون بها ولهم آذان لا يسمعون بها أولئك كالأنعام بل هم أضل قولunda. Burada bir ayeden getirdi. Evveli değil ayeymiş. Ben azmun bu evvel değil aye buradan başlırmış. Azimul Hatab buradan kitabın şeyidir, nişanıdır. Ama buradan sonra ayeye girir. Pes aye buradan başlayır. Ben evvelini de bilmedim ve beda lehum buradan başlayır ki deyir qəlbləri bilmir, qulaqları eşitmir, gözləri görmür. Bu cür eşşəkdən də aşağıdırlar. Ondan sonra şey, indi burada istəyirəm nə deyəm, burada qalsın onu deyim. Deyir ki, burada şey vilayət mütləqədən danışır. Quran əzimüşşənidə Həzrət Məhəmmədə vilayət mütləqə verməyibdir. Mən heç olmasa mənim yadımda deyil. Yəni bəlkə oxumuşam da yadımdan çıxıb. Amma nəzərimə gəlir ki, deyir ki, Həzrət Məhəmməd əbduhu və rəsuluhudur. Onun Allahın rəsulu və bəndəsidir. Bir bunu deyir. Bir də deyir ki, bir-iki yerdə deyir ki, sizlə fərqi yoxdur. Və məsuliyyəti də fəqət budur ki, məkarim əxlaq tamam eləyə. Əxlaqın yaxçı yerlərini tamam eləyə. Yaxçı əxlaqları, yaxçı əxlaqın yaxçı yerləri yox. Yaxçı əxlaqları yerinə qoyar, türkçüsü budur. Bundan sonra deyir ki, heç kəsdən bir əcrümüz də istəmir. Mən orada, yəni yadıma gəlmir Quranda Həzrəti Rəsul sallallahu aleyhi və səlləmə deyək ki, vilayət mütləqə veribdi. Qolunda olan qailədən və əna indallah qailədən və indallah müaxizədən əmin olur. İndi şöyle məlum ola ki, Rəsul əleyhissalam elmi 3 qism üzərədir. Tamam, indi buradan gəlir Həzrət Rəsul elmi deyib ki, 3 qismədir. Elmi 3 qismə üzərə təqsim eylədi. Bir qismi budur ki, Allah Teala onu Rəsulə əleyhissalam təlim eylədi. Pəs biri budur ki, Allah Həzrəti Rəsula verdi. Biri budur, bu elmidir. Və ana əmr etdi ki, ol daxi ümmətinə ani iblaq eyləyə. Pəs biri odur ki, Allah Həzrət Rəsula öyrətdi və Həzrət Rəsula da əmr elədi ki, get bunu millətə öyrət. Və bu elm ümmətinin qabiliyyəti və istedadı həsəbilə lisan nübüvvəti ilə onlara inzal olunan elmidir. Deyir ki, insanların, ərəblərin o zamanda anlayışı qədər o ərəblərin dili üzərə dilin çıxarı qədər əlbəttə bunu Həzrəti Məhəmmədə dedi ki, bunu insanlara de, o da insanlara yetirdi. Yəni bu ayat-ı Qur'anı istir desin. Və bir qismi daxil budur ki, Allah-u Teala onu Rəsul əleyhissalama inzal eylədi, onun istedadı xası həsəbi ilə ki, nəfsinə nisbətən eylə mərtəbi-i nübüvvət ani iqtiza edər. Bir dənə də fəqət yetirdi Həzrət Məhəmmədin özünə, onun nəfsinin, onun canının, ruhunun çıxarmağı qədər ki, aldı. Bu da odur ki, o da deyir, mərtəbi-i nübüvvətdir o qismət. Və ani ümmətinə elamıdən mən eylədi. Və dedi ki, bunu ümmətə deməklə. Yəni, bir şeylər də vardı ki, millətə demədi Həzrəti Rəsul. Və bir qismi dəxi budur ki, Allah-u Teala onu Rəsul əleyhissalama elam etdi, qovmini Allah-u Teala'ya dəvəti heynində və qeyd-i nübüvvət ilə təqyidi halində ta kim dəvətdə ana
futur lazım gəlməyə. Və o elm qəza-və qədər və elm sirri qədərdir. Elmi sirri qədərdir. Deyir ki, üçüncü də ki, elmi qəza-və qədərdir. Sirridir. Bu da sirri qədərdir. Qədərin sırrı olmasıdır. Və ilmi tevhid və ilmi vəhdət və ilmi vilayət külliye-i Muhammediyyədir. Ki deyir, bu da həman ilmi tevhiddir, ilmi vəhdətdir, yenə də həman tevhidin bir ayrı kəlməsidir. İlmi vilayət-i külliye-i Muhammediyyədir. Nitəkim Rəsul sallallahu aleyhi və səlləm Rəsul aleyhisselam bəzi ovqatıda batini olan vilayət-i mütləqəsinə və aləmi vəhdətə təvəccüh edib və dəvətdən münxəli olurdu. Dəvətdən deyil, bəzən xəl olurdu. Yəni, əlindən alırdı ki, dəvət eləmə. Və o zamanda aləmi xəlq və kəsrətdən bir şeyi müşahidə etməzdi. Onda deyir, gedərdi bir vəziyyətə ki, onda bu insanlardan, göydən, yerdən heç zat müşahidə eləməzdi. Bəlkə kəndi nəfsünün ədəmiyyət və fənasi müşahidəsindən vəc-i haqqə nəzərən ləzzətün daxil müşahidə etməzdi. Yəni, öz nəfsində ədəmiyyət və fənasi müşahidəsindən. Yəni, özünün yoxluğuna gedərdi. Və vəc-i haqqə nəzərün ləzzətün daxil müşahidə etməzdi. Hətta onun deyir ki, ləzzət çəkə ondan da olmaz. Onun üçün vəc-i haqqə nəzərün ləzzətün sual etdi. Onun üçün vəc-i haqqə nəzərün ləzzətin sual etdi. Allahümmə inni əsəlükə ləzzətən nəzəri ilə vəc-ikəl kərim. Belə bir hədis deyiblər ki, Həzrəti Məhəmməd, bunu Həzrəti Məhəmməd özü deyibdi, deməyibdi, mən bilmirəm, amma beləsi bir söz var. Allahümmə inni əsəlükə ləzzətən nəzəri ilə vəçikə. Allah mənə sənə tərəf baxmağı və səni düşünmağın ləzzətin yetir, istirəm, yəni yetir, əsəlükə istirəm. Qovlu ilə, pəs əgər Allah-u Teala Nəbiyyə aleyhisselam heyni dəvətdə vilayət və vəhdət-i haqqi mütəəlliqə olan ulum və əsrarı kəşf etsə, anın üzərə şuhud vəhdəti haqqi qalib olub, əmr dəvət və ihtida müəttəl olurdu. Fikir edirəm ki, 1 saat oldu. Tamam, hələ tezdir. Biraz davam eləyək, sonra hər 50 səhvədən biraz oxusaq, kitabla tanış olarıq. Çox gözəl Türkçə yazılıbdır. Əvvəl bunu deyim, çox sadə yazılıbdır, amma bəhs ağırdır. Bu bəhsin müqəddəmələri var. Aylar, illər, bəlkə bu müqəddəmələri adam oxuya, ta yetişə ora ki, bu cümlələri dedirsən, hərəsi orada dərya kimi partiyələr, belə nurlar. Elə bir ki, misal vursam, indi bir çıraqlar vardı. Bu, indi Christmas da gəlir, hər yerdə yavaş-yavaş qoyurlar. İşığın içindən işıq çıxır, işığın içindən işıqlar, işıqların içindən işıqlar çıxır belə. O cür kəlmələrin içində belə partdır beynimizdə, onun içindən o birisi partdır, onun içindən bu cür partdır. Amma biz o qədər, mən özümü deyirəm, o qədər savadsızam ki, onları çox da dərk eləyə bilmirəm. Elə biz görürsünüz ki, şırıldama oxuram, gedirəm. Yəni ki, düşünmürəm da, düşünsəm gələ hər kəlmənin üstündə duram qalır. Deyir ki, və Rəsul əleyhisselam duasında bu əqsam-ı səlasəyə işarət eylədi. Allahümmə inni əsəlükə bi kulli ismin səmməytə bihi nəfsək, əv ənzəltəhu fi kitabik, əv əlləmtəhu əhədən min ibadik, əv istəsərtə bihi fi ilmin qeybik qovli ilə. Belə bir hədis vardı da, deyir ki, və fi hədisin axər innəhu aleyhissalam qalə əllimni Rabbi sələsə ulumin ilmun əmərə ilmun əmərəni bi nişaihi
به انشاء امرنی به انشائه و علم نهایی عن افشائه نهایی عن افشائه و علم خیرنی فی افشائه من مخیر لدن اختیار verdin ki ifşa eleyim ya pes müctehidün içtihadi ile mügerrere olan ahkam şer'iyeye nazır ve ya nebi şer'iyete xassəsindən inzal etdiyi ilmin zahiri qətində vaqif və ilmi fəhm zahirə hazır olub batinə müstəşrif olmayan, məsələn bu müstəşrif hazır, batin müstəşrif olmayan aləmin geçen gün arifi kamilün kəlamına arif nədir, kamil nədir, kəlamın nədir, vaqif nədir olsa ki arifi nəbiyyə məxsus olan arifi nəbiyyə arif nədir, nəbi nədir, məxsus olan nədir elmi izhar eyləsə ki Nəbi əleyhissalam ani ümməti beynində izhar edib şəriətində şər etmiş ola və yaxud elmi vilayətdə və tevhiddən izhar eyləsə ki ol ilmi Allah Teala Nəbiyyə nübüvvəti ilə zuhur və təəyyüdi zamanında inzal etmiş ola. Pəs alim arifi bid'ət və ilhadə nisbət edər. Pəs alim arifi bid'ət və ilhadə nisbət edər. Və ilm ilahiyi rədd edib inkar etməkdə isaət edər. Yəni şəriəti mütəhərrənün əhkamı ilə mütəhəqqik olan alim arifin kəlamında ilmin qismi əvvəlini qəbul edər və qismi qalanın fəqət burasını oxuyayım, geçim dedim o şeyləri. Sani ilə qismi salisi rədd edib inkar edər. Buradan qalanın oxumuram. Gedirəm biraz orada şey gördük bir kitabın içinə görə bir şeylər yazmışdı ki, bunları nədən danışacaqdı. Onları gedək. Burada şeir yarıb. Ya Rəbb cövhəri ulum əlva ləva burcibəh. Görün bu nədir? Ya Rəbb cövhəri ilmi ləva burcibəh لقيلي لأنت ممن يعيد الثناء يا ربي زوهر العلم لبا برج البه لقيل لي أنت ممن يعيد الوصال وسنا Şey, ərəbcədir, oxuya bilmədim, özümüzü yormayaq burada. Gedək görək ki, o müqəddəmədən hər zaman çıxır başlaya. Bu kitabı, tamam, buradan bir şey yazdı, görək nə deyir. Bu kitab, İlâ Sırat-ı Müstəqim, burada bir şey yazıb oxunmur, qırmızı yazmışmış, oxunmur. Bu kitabı inkar edən üləma-i zahirdən bəzisinə cavab edib, anın inkarını izalə etmək üçün şarihinin bəzisi bu kitabıda vaqi olan məsailün bəzisini Şeyxün Maliki el-Məzhəb olmasına həvalə eylədi ki, Şeyx əhli istidlalidən olub əsl Maliki üzərə müctehiddir, böyle ictihad etmişdir diye cavab etməklə və tamam, bu da gedir ayrı bir şey. Görək ki, əsl sani, əsl əvvəl nə imiş? Əsl əvvəl hardadır? Görək bunu görə bilirik. Elə bura olacaq. Bura ki oxudum, buradan olacaqdır. Əgər qeysəm bunu biraz dalıdan oxusam, biraz dalılıq oxusam, görək nə deyir burada? Feyz bəhri mütləqdən bi bəhrə və bi nəsib olan əshab
təqlidün səna və mədhindən zövq və səfaləri tərəqqi bulmaz. Nə münkirin inkarından onların qulubinə inkidar və nə müqirrin və nə müqirrin iqrarından onların vücudunda iğtirar hasıl olur. Kalbi sebbi'ül kadim. Burada bir şeyi oku. Keyfet yahsunu bil muhdes. Kalbi sebbi'ül kadim keyfe yahdesu bil muhdesi mevcud. Vallahi yahdi men yeşâ ila sırat-ı müstakîm. Tamam. Bu kitabı inkar eden ulemalara zahirden bazısına cevap edip onun inkarını izale etmek için şarihin bazısı bu kitapta vaqi olan mesailin bazısını şeyhin malikül mezheb olmasına havale eyledi ki şeyh ehli istidlaliden olup asli maliki üzere müstehiddir. Böyle ictihad etmiştir diye cevap etmekle ve bazı mesaili zahire tatbik etmek için ta'bil eyledi. İndi münkirin inkarlarında hata ettikleri gibi bunlar dahi zahirin fehmi üzere hakayı ilahiyeyi tatbik etmekte ve Şeyh Raziyallah ve Şeyhi Raziyallahu anhu Malikiye'ye nispet edip istidlal ve ictihad sahibidir diye dediklerinde hata etmişlerdir. Eğer bu itikad üzere bu kul onlardan sadir olduysa indi şöyle malum ola ki Şeyh Muhyiddin Arabi Raziyallahu anhu asli maliki olan mezhebi khas üzere değildir. Asli Muhammedi ve şer'i Ahmedi üzeredir ki Resul aleyhisselam kendi zamanında ol şer'i ve din üzere idi ve ashab dahi Rizvanullah aleyhim ecmain anın üzere idiler. Münazeun ve muhalif yok idi. Münazi ve muhalif yok idi. Cümlesi halis olan din-i vahid üzere müttefik idiler. Neam her kamil cehaleti zamanında mezahib-i erbe'eden bir mezheb üzere neşr-ü nüma bulup suluk etmiştir. Velakin kemal Muhammedi ile mütehakkik oldukta ilmi ilahiyi be gayri vasıte ruhi Muhammedi'den ahz eder ve cemi mezahibün asli anın vücudunda müntebe olup mezhebi Muhammedi üzere olur ve ana Muhammedi derler. Pes Şeyh Raziyallahu anh der diyar garbide mezhebi maliki üzere idi velakin suluk edip kemal-i Muhammedi ile mütehakkik oldukta Muhammedi oldu ve kavtemi vilayeti Muhammediye oldu. Ki cemi mezahib erbabi ol mişkat-i Muhammediye'den müstemeddindir. Zira Resul aleyhisselam'dan bir gayri vasıta ilmi ilahiyi akhz eden ve varisi kamil veya khud vecihi khatimetle bilmiyorum buna okunak. Vecihi xamatle burada bir qətirlə yazılıb da başlamıram. Xasələ irtibat-ı zati ile bir gayri vasıta Allah'dan akhz eden arif-i kamil zahirde ehlice ictihadiden bir mezhebi khassa mütemmi olmakla muhtaç değildir. Zira Resul aleyhisselam onun meşhudidir. Pes ol Resul eyledir. Nitekim Resul aleyhisselam vahyi ilahi iledir. Ki onun üzere inzal olunur. Tamam, burada işte asl-i sani nədir? Hətta burada devam edir. Bu asl-i əvvəli istir açıqlasın ki, yəni bunun nəzəri məzhəbdən qalxan bir nəzər deyil. Asl-i sani nədir? Qeybi mütləq və qeybi hüviyyə
ولا تعین ایله، هویه ولا تعین ایله، تعین اول و مرتبه اودانی اشایر ادنا مثلا اوزاخته مرتبه او ادنا، تعین اول و مرتبه او ادنا و او ادنا که orada dedi eşcəhdən də aşağıda onu deyir və مرتبه او ادنا و حضرت اما و مراتب اما و مرتبه احدیه ایله، مرتبه قاب قوسینün beyanındadır. İndi şöyle məlum ola ki, qeyb-i ilahi iki şətərə münqəsimdir. Şətərə birinci dəfə eşidirəm, bunu oxuram. Əlbəttə oxumuşdum qədimlərdə, yadıma gəlir, amma bu kəlmə ərəbcə olacaqdı. Türkçə gəlmir nəzərimə. Şətər vahidi غرا حماسی مقامنده. شتر واحد غرا حماسی مقامنده. نعود و قعود، نعود و قعود و احکامدن تعلق اجمالی دگل. Gayri müdarakinin ya müdaranın təəllüqatından münezzeh olan, müdaranın təəllüqatından münezzeh olan kəmalində mütləqdir və ana şətri təsmiyə olunduğu təəyyün və təəbbüdündən deyildir. Tamam, ağırdır. Buraları başda, yəni düzün axtarsaz çox ağır bəhsidir. Gedək şuraq burada, indi bu əvvəlki, sonuncu deməlidir. Bu da deyir. Şöyle məlum ola ki, nəfs-i rəhmani üçün məratib-i sabitədir. Nəfs-i rəhmani, əcəba Allahı istir desin, ya nesin? Əvvəlki mərtəbə nəfs-i rəhmaninin təəyyün əvvəlün qəlbi qeybində icmali və indimaci mərtəbəsidir. Allah Allah, kəlmələrin çoxun, yəni bunlar hamısı nəfs-i rəhmani təəyyün əvvəlün qəlbi qeybində icmali və indimaci mərtəbəsidir. Buracan bu kəlmələrin hamısı ehtiyacı vardır ki, hərəsinin üstündə tozih verilə, anlaşıla ki, nədir? Təəyyün əvvəl mütəəyyün olmazdan, təəyyün əvvəl mütəəyyün olmazdan əvvəl nəfs-i rəhmanidə mündəlic olduğu gibi, mündəlic olduğu gibi və bu mərtəbəyi nəfsin la təəyyüni və itlaqi və əhədiyyəti mərtəbəsidir. Aləmi rəqəmdə əlif nöqtədə nöqtənin eyni olması gibi. Aləmi rəqəmdə, ədədlərdə əlif ki vardı, kəlimi əlif min anlamındadır. Əlif nöqtədə, əlifin o nöqtəsi ki var, fığın üstündə, onu deyir ehtimalən. Nöqtənin eyni olması gibi, əlif nöqtənin özünü, əlifi mini yazırıq, baxın min yazırıq, 1, 2, 3 dənə də 0 qoyuruq. Bu nöqtə ki qoyuruq, aləmə ədəddə min yazdıq, 1, 3 dənə də 0 qabağına qoyduq. Deyir ki, aləmi rəqəmdə əlif nöqtədə, o nöqtədə ki 3 dənə vardı onları, nöqtənin eyni olması kimi, min, deyir min özü o nöqtələrdir elə. Yoxsa o birdir. Əlif özü birdir. Minin özü o birdir. Deyir o nöqtələrdir ki onu min elir. Min onun nöqtələridir. Çox əcib bir söz deyir. Aləmi rəqəmdə əlif nöqtədə, əlif nöqtənin eyni olması gibi. Min elə o nöqtələrin özüdür. Nöqtələr mindir. Və nəfsi mütəəyyininin nəfsində təəyyünündən ya nə ol
Oxuya bilmədim, çünki kəlmə çox getdi, o üzbüzdük. Anlaya bilmədim ki, nə olur. Geçək, buradan geçək. İkinci mərtəbədə elə bir şey idi. İkinci mərtəbə. Nəfsi ehtimalən Rəhmaninin təəyyünü əvvəlin batinindən inbiasi, nə mənə deməkdir inbiasi bilmirəm, və ondan imtidadi mərtəbəsidir. Məratib-i ilahiyyə-i qeybiyyədən bir mərtəbə ilə təəyyünsüz insanın qəlbi batinindən nəfs-i insaninin mücərrəd əlif ilə inbiasi və imtidadi gibi ki məxaric hurufdən bir məxrəc ilə mütəəyin olmaya. Wow. Çox ağır kitabdır. Fəqət bu qədər deyim ki, bu kitabı oxumaq üçün mən hazırəm gedən bir nəfər alimin məhzərində oturan bunu mənə aça. Bəlkə inşallah elə bu kitabı oxumağa Allah mənə bir fürsəti versə. Burada bu kitabı oxumaq üçün əslilər yazır. Yəni, indi istəyirik bu kitabı oxuyaq. Bu kitabın müqəddəməsini yazır ki, sonra bunları necə oxuyacağıq. Mən o müqəddəmədə qaldım belə. Sabi hurufun və kələmatın bəyanındadır. Şöyle məlum ola ki, huruf ilə kələmat iki qism üzərədir. Birisi huruf ilahiyyə və kələmat ilahiyyədir və birisi huruf vücudiyyə və kələmat vücudiyyədir. Pəs huruf ilahiyyi qeybidə, baxın görün kəlmə nədir? Çox qarışıq yazdı. Yəni, o qədər mürəkkəb deyirlər buna da. Biz Türkçə desək qarışıq deməli, qarma qarışıq deməliyik. Mürəkkəb qarma qarışıq olacaqdır. Deyir ki, pəs huruf ilahiyyəyi qeybi quyubidə kamil olan şə'ni zatidir. İndi nəvat nə deməkdir? Nəvat içində şəcərə gibi. Nəvat nədir? Nəvat nədir? Bir dənəni əkirik, alma dənəsi. Bir ənarın dənəsi, bir incirin dənəsi, bir heyvanın dənəsi, bir hulunu, bir şaftalını əkirik, o dənəni əkirik. O dənənin içində istidadən çıxar olaraq bir ağac var. Bir hulu ağacı, bir alma ağacı, bir şaftalı ağacı, bir cirdəkan ağacı. O kiçiklikdə dənənin içində bir ağac var. Onu deyir. Çox əcib kəlmələr, çox əcib şeylər deyir. Kamil olan şə'n zatidir. Zatın kamilliğidir, şə'nidir. Nəvat içində şəcərə gibi. Mən dedim, o göyərtinin içində bir ağac kimi. Pəs şuun-i ilahiyyə təəyyünat-i haqqın əla məratibi olduqları etibarilə və sibği vücudiyyədən ol haqq əvvəl haqqın ilmi zatisində əşya üçün təəllüqatın əsəni nə mənə təəllüqatın əsəni məratibi olduqları etibarilə onlardan hər bir şə'ni hərfi qeybi ilə təsmiyə olunur və sibği vücudiyyədən əvvəl hər bir şə'ni onun ləvazimi ilə təəlluq etmək etibarilə o şə'ni kəlmə-i qeybiyyə ilə təsmiyə olunur. Kitab ağırdır. Gedək 50-ci səhifədən, yəni 100-cü səhifəyə gedirik. 100-cü səhifədə, burada bu ki ayələr də vardı, buradan gələk şurası nələr var. Bura 51-ci səhifədir bura əslində. Yəni 102-ci səhifəyə baxırıq kitabda. Deyir ki,
fi zahiretün fi zahirihi min heysə əyanil mövcudat. Ehtimal verirəm. Mən indi bunu biləsi deyim. O Muhyiddin Ərəbinin Fususul Hikəm kitabının indi qırmızı yazdıqları o kitabdandır, qərələr onun şərhidir. Belə düşünürəm. Və ləm təzul bezəmmi rza. Təzül. Bezəm təzül. Zə deməyəcək, təzəl deməyəcək, təzül deyəcək. Bezəmmi za və fətha tilkəl həqaiqul külliyyə. Bu işarə olur. Ləm təzul deyir, işarə olur. Ve fetha tilkel haqaiq o haqaiq külliye en kونها معقولة fi nefsiha ki onlar en kونها onların varlığından ki معقولة fi nefsiha özləri özlüğündə nefsiha belə olur. Özləri özlüğündə ya özü özlüğündə معقولة ağlın içindədir. Məquldur. Aql tutandır. Və əvvəl həqaiq külliyə kəndi nəfsində məqul. Əvvəl həqaiq külliyə özü özlüğündə məqul olmaqdan zailə olmadı. Yəni məqulluqdan qırağa çıxmadı. Məqul qaldı öz özlüğündə. Fəhiyyə əz-zahiru min heysu əyanul mövcud. Pəs o həqaiq külliyə əyan mövcudat heysiyyəti ilə zahirədir. Hər mövcud xarici də həqiqəti ilə mütəhəqqiqə olduğundan qeyri və həqiqəti külliyeyi hər mövcudun eynidir. Keçdi fəlsəfiyə. Fəlsəfə dili ilə danışır. Bu kitabın əhəmiyyəti çox yuxarıdır. Mən bunu axtarım görüm ki, YouTube'da bunu tavzih verən var mıdır? Əgər ərəb ya fars ya türk ya bir hər kəs bu kitabı tavzih versə YouTube'da onu baxaq. Əlbəttə bir dənə Ərəbistanda bir mədrəsə var. Orada bir şeyx var. Görsən, budur ki, səqqəli ağdır, ağqərədir əlbəttə, amma belə görünür ki, 50-60 yaşı yoxdur. Mənə belə gəlir. Fikir edirəm ki, onun dərslərində belə bir şey var. Bəlkə axtaraq tapaq bunu. Çünki bu kitabı insafən gərək gedəsən bir dənə ustadın yanında oxuyasan ki, bu kitabı 50 dəfə heç olmasa dərs veribdir. Ki, bu kəlmələrin hər kəlmənin içində yatan dünyanı açıqlaya bilən bir ustad axtar adam gərək. Mən o Ərəbistanda olan o ustadın 3-4 cələsə dərsində, canlı dərslərində olmuşam onlayn olaraq. Onun canlı dərslərinə qulaq asmışam. Gözəl də bir üslubu var onun dərs demağa. Dostlar, doğrudan alim olmaq üçün dində, ən azından dində alim olmaq üçün bu kitabı insan oxumalıdır. Dərin, yəni bu kitabı mən fikir edirəm ki, bir 2 illik ta 3 illik dərs kitabıdır. Gündə 3-4 saat dərs verilə, üstündə düşünülə, yazıla, oxunula, bəhs oluna, sonra sabahları büzüsü. Yəni gündə bunun bir səfəsini dərs versələr, inanmıram ki, adam eləyə bilər. 3 ilə bu kitabı çətin qutarmaq olar. Bir səfəni də düşünmək. Əlbəttə bunu da deyim, bu kəlmələrin bir çoxu təkrar olur da, yəni burası var. Yəni əgər bunun məsələn bir 100 səfəsini adam oxusa, bunun əsli kəlmələrin o 100 səfədə öyrənəcəksən. Ondan sonra bu kəlmələr hey təkrar olur.
Onlarda da əlbəttə ehtiyacı olacaq tozih verilsin, amma şayad ya fusus edəcəm, ya da şərh fusus edəcəm. Bu iki dananın umaram ki, bir dana bir tapam, bunu mən oxuyam. Yəni, sevdim bu kitabı oxumağı. Bu kitabı adam oxusa bir doktora həddə ulum-i diniyyədə deyirəm, fəlsəfə və ulum-i diniyyədə mən fikirəm ki, yəni İslam, müsəlmanlar yaratdığı fəlsəfə, ya düzəltdiyi fəlsəfə və ulum-i diniyyədə şər'iyyə və diniyyə və İslamiyyə və əxlaqiyyə və filan bunların hamısındadır. Yəni bu kitab məcmui bulardır. Bunlarda adam doktora həddində mən fikirəm ki, gedə bilər qabağa, əlbəttə gərək sonra tez götürə da. Yəni bu bəlkə bunun özü adamın tezi olar. Həqiqət-i külliyi hər mövcudidə mövcudun eynidir. Behəsəbil vücud və behəsəbil vücud vücuddən imtiyazi olmadığından ötürü, məsələn, elm əgər qədim anla müttəsif olursa, elm əgər qədim, yəni anla, elmi qədimlə anla müttəsif olursa, qədim ilə təsmiyə olunur. Yəni, çox elm qədimdir. Bundan müttəsif oldu da, yəni sifəti budur ki, elm qədim. Deyir, onda onunla təsmiyə olunur. Onun adı üstünə qoyulur. Və əgər hadis, əgər elmə desək, elm hadisdir, yəni taza tapılıbdır. Qədim deyəndə, yəni əbədül abad varmış da, yəni ta varmış, Allah varmış, yəni elmdə var imiş, əqlidə var imiş. Belə düşünürlər bunlar əlbəttə. Və əgər hadisdir, yəni sonradan tapılıbdır, Allah yaradıbdır məsələn bunu. Anla müttəsif olursa, onda yəni hadisliklə müttəsif olursa, desək ki, elm taza bir şeydir, hadis ilə təsmiyə olunur. Onda deyirlər, elm şeydir, hadisdir. Və qədimdə elmi həqiqətən qədim və mühəddisdə həqiqətən mühdəsdir. Və mühdəsdə həqiqətən mühdəsdir. Qədim deyəndə, vaqəən qədim nəzər gərək düşünək, hədis deyəndə ki, hadis deyəndə tazədir, bunda da gərək məxluqdur, yəni məxluq. Zira zati ilə anınla mövsuf olan hər şeyə müqabildir. Zat hər nəyi ki ona sifət bağlasınız, ondan deyir ki, mövsuf olur, müqabil olur. Amma kəndi nəfsinə nisbət ilə həqiqətdən mütəğəyyir deyildir. Amma özlüğündə, amma kəndi nəfsində, özlüğündə nəfsinə nisbət ilə həqiqətdən mütəğəyyir deyil. Deyir ki, özü acaba bizim dərkimizdən və onun əslindən danışır burada da, beləsi danışır. Və huvə fi kulli zatin bi həqiqətihi və eynihi və ma ləhu eynun vücudiyyə seva eynul mevsufi fəhuvə ələ əslihi mu'tədil mə'qulun la mevcud kəma hiyəl batinətun min heysu mə'quliyyətəha. Çox ağırdır, bəhs ağırdır. Fəqət türkçələrin ərəbcəsi Türk dilinin bu qüdrəti var ki, bu dərinlikdə məsələni eləyə bilir danışa. Buradan bu üzərində oxumuram, dostlar, getdim, axirində oxuduq, tarixini tapmışdıq. Fəqət buradan bir yerdən bir zərrədə oxuyayım. Bu səhvədən ki, bu qırmızı da çox yazılıbdır, buranı oxuyaq görək nə deyir. İlə ennəllâhə lütfə bi ibadihi. Lütfun bi ibadihi. İlə ennəllâhə lütfun bi ibadihi. Allah özü lütfüdür bəndələrinə və fi nüsxətin ayrı bir nüsxədədir. Nüsxələr şey olur, lətifun bi ibadihi. Deyiblər, lətifdir ibadətinə. Pəs burada da görürük ki, kitabın
yazanlar yenə əl aparıblar. Bu yazıqda deyir ki, bir də yazıblar lütfüdür, bir də yazıblar lətifdir. Məncə də lətif yaxşı gələr. Fəəbqa ləhum ən-nübüvvətil ammətilləti la təşriə fiha. Nübüvvət ammiyə geçdi. Nübüvvət xassə Həzrəti Məhəmməddir məsələn. Nübüvvət ammə deyir ki, hətta qarışqa da nübüvvəti var. Arının nübüvvəti var. Çünki o bir yerdən bir dəstur almadan, qanun, qərar olmadan o işlir, işin görür. Belə bir şeyə keçir. Ehtimal verirəm ki, bunlara keçir. İlla yoxdur, dardır. Bu qədər vardır ki, illa bu qədər vardır ki, yoxdur demişdim, iştibahdır. İlla bu qədər vardır ki, Allah Teala ibadinə lütf etdi. Pəs, onlar üçün şul nübüvvət-i amməyi ibqa eylədi ki, anda təşrii yoxdur. Görürsünüz, təşrii dedik əməlləri, o işləri ki, din üzərə biz onları görürük, ona deyirlər təşri. İndi burada əlbəttə təşriin mənası fərqlidir. Bu o anlamda deyil, ehtimal verirəm. Yəni vasitəyi mələk ilə və yaxud bi qeyri vasitə Allah'dan şər'i cədid əhkamını əxz etmək yoxdur. Tamam, düşündük bu. Və şər'i cədid ilə, yəni nübüvvət şey ammə nədir, ha onu deyir. Və şər'i cədid ilə inan edib, anda qeyri təşri yoxdur. İnan edib, inanmaq yəni. İnan edib, anda qeyrə təşri yoxdur. Və bu nübüvvət ammə arifin üçün kəmal-i istidad-i əhədi və cəm'i ilə Allah'dan ixbardır. Onun sifat və əsması və əfali ilə və hər şeyi ilə ki eyd onunla ki eyd onunla haqqa ki abd onunla haqqa təqərrüb ya təqərrüb edər. Və uləma üçün ictihaddə təşri'dir. Və bu istisna qılmə istisna qələm fələm yəbiq qolindən istisna münqəti'dir. Və əbqa ləhumut təşri'i fil ictihadi fi subutil əhkami fəəbqa ləhumul vərasətə fil təşümmə mirasul ləhum fi zâlikə illa fîmâ ictəhədû fîhi minəl əhkâmin fəşərra'uhu. Və Allah Teala ibadi üçün əhkamın sübutində olan ictihadidə təşrii ibqa eylədi. Yəni onların zamanında vaqe olan əhkamın nübüvvətində ki onların haqqında nəsl sərih mövcud dəgil idi, bundan ötürü əhli usul etdilər ictihad və vəhyi xəfi. Pəs tamam, yəni mən buranı anladım. Doğrusunu desək, biraz sevinirəm ki, kitabı anlaya bildim birazdan heç olmasa. Gəldik kitabın sonuna. Sonunu da oxumuşduq, ehtiyacı yoxdur. İlla ki, istəyək bir şeirlə qutaraq ki, bu kitabın da sonu şeiridir. Burada qəsidə. Qəsidə-i ilahiyyə. Görək ki, burada nə yazıbdır? Və bu kitab məratibi ilahiyyə, burası yaxşı oldu gəldik. Pəs, əhli ilahın əmri kəşf-ü şühud üzərədir və təqlid üzərə dəgildür. Qul hâzihi səbili ud'u iləllahi əla bəsirətin ənə və mən ətəb'əni və ma ənə minəl müşrikin. Və bu kitab məratibi ilahiyyə və hükmü kəmaliyyə insaniyyeyi cami olub kəmal-i Muhammedi surəti üzərə olduğu bu qəsidə və mətinidir və müəyyəndir. Bu qəsidədə müəyyəndir. Qəsidə-i ilahiyyə oxuyaq. Biraz oxuyaq, qət edək. Çünki kitab çox ağırdır və məndə düzün axtarsaz başımda
ağrı başladı. Yəni o davalarımı ki yemirəm, mütəəssifanə beləsi keçən 2 həftə, 3 həftədə beləsi ağrı çoxalır. Nəfəs urdi hüviyyətdən yenə infas rəhmani. Nəfəs urdi hüviyyətdən yenə infas rəhmani. Məarif cövhərin atdi kənara beha subhani. Ra'y deryای زای deryای mütləq kim ana yox qə'r ilə qayət. Zay əcəb o şeydir ki biz deyirik zay olubdu, yəni aradan gedib. Məsələn deyirik filan şey qalıb zay olub, yəni xarab olub gedibdi. Xarab sözü ki ərəbcədir, onun türkcəsi zaydır. Filan şey zay çıxdı. Yəni xarab çıxdı dediyimiz deyil. Əcəba bu odur. Ey dəryayı, şayət də zehidir bu cüzüyü görürür, amma zay oxunur. Zay dəryayı mütləq kim ana yox qə'r ilə qayət. Zehidir. Çünki burada da zehi yazıbdır. Bəs o zehi dəryayı mütləq kim ana yox qə'r ilə qayət. Zehi bəhri hüvəl haqq kim anın yoxdur. Yox haqqı, yox həddü payani. Bir də qeydib oxumalıyam əvvəldən ki, bəlkə düz oxuyam. Nəfəs urdi hüviyyətdən yenə ənfas rəhmani. Məarif cövhərin atdı kənara bəhr subhani. Qələt oxumuşduq. İndiki biraz 2 şeir oxudum. 4 misrəyini oxudum. İndi bu bəhri düz oxuya bildim. Zehi dəryayı mütləq kim ana yox qə'r ilə qayət. Zehi bəhri hüvəl haqq kim anın yox həddü payani. Anın muci buxarindən cəmi əyan alır feyzi. Anın muci buxarindən cəmi əyan alır feyzi. Muhitindən kənara gər təməvvüc edə ummani. Əgər kəsrət cəhanindən varisə vəhdətə meylün, əgər kəsrət cəhanindən varisə vəhdətə meylün, təriqün vəsfini dinlə sana təbyan edüm ani. Təbyan bəyan eləmək, aşkar eləmək. Süfət etdi şühud üçün xəzain qapısın Allah. Süfət etdi şühud üçün xəzain qapısın Allah. Yaratdı aləmi əvvəl pəsandan sonra insani. Vəli növ-i bəşərdən ənbiyayı istifa etdi. İstifa, müstəfa da bundandır, seçmək. İstifa seçmək, intixab eləmək. Seçmək da dedik. Onlardan hər birinə fəzl-i xassın qıldı ərzani. Hərəsinə bir xass fəzilət verdi. Öz fəzlin onlara verəndə olur fəzilət. Fəzl özü yəni izafə bir şey. Onlara fəzl-i xassın yəni izafə bir şey onlara xassı, izafi bir şey verdi. O birisi adamlara verməyibdi. Allah burada partibazlıq edib. Yəni bir iddəni seçib, bir iddəni seçməyibdi. Rusuldən hər biri feyzin alır ruhi Muhammeddən. Resuldən hər biri feyzin alır ruhi Muhammeddən. Vəli əsma müxalif iqtiza etdi bəs ədyani. Vəli əsma-i müxalif iqtiza etdi pəs ədyani. Vilayət xatəmi ənqay məğrib şeyx əkbər kim? Vilayət xatəmi, xatəm burada üzük anlamındadır. Vilayət xatəmi ənqay məğribi şeyx əkbər kim? Həqiqət məşriqin oldurur xurşid rəhmani. Həqiqət məşriqin oldurur xurşid rəxşani. Gətirmişdir füsus içrə
kəlim əzvaqini cəm'a. Gətirmişdir xüsusitrə kəlim əzvaqini cəm'a ki, eyni cəm Əhməddən olar ki, onların aldı əyani. Onun ruhani nəş'indən qıva gibi dür atlar. Onun ruhani nəş'indən qıva gibi dür atlar. Qıvayı nitekim cami dürür bu nəş'i cismani. Bu nəş'i cismani. Qıvanın hər biri oldu kəmalın birinə məzhər. Qıvanın hər biri oldu kəmalın birinə məzhər. Kəmalatun və leykin mənşii ol cəm'i fərdani. Kəmalatun və leykin mənşii ol cəm'i fərdani. Fərdani. Kəmali cəm'i zatinin zuhurinə rusul cəm'i məratibdir. Onları cəm edər bu cəm'i Qur'ani. Tamam. Şeir çox uzundur və çox dərin bir şeirdir. Oxumuşduq tarixində bir dəfə deyək. Kitabı yazan müsənnif, kitabın əslin yazan Rəcəb-ül-Mürəccəb ayının 1021-ci ilində, yəni 426 il bundan öncə bu kitabı yazılıbdır. Burada yazaq 426 il öncə. Bu kitabı yazıbdır. Yazan kimdir? Abdülfəqir Abdullah Əl-Busnevi. Bosni ki vardı, Bosni və Herzegovin, oralı bir adamdır. Allah rəhmət eyləsin, ruhu şad olsun. Türk dilində bu böyüklükdə bir əzəmətdə irfani, fəlsəfi, İslam baxışından deyək da, İslam özü bir məktəbdir. Bu İngiliscə deyilə school. School mədrəsə deyil. Bir məktəbdir, bir düşüncə yol yöntəmidir İslam. Bir anlayışdır, dünyadan bir anlayışdır. Əgər məktəbi anlayış desək daha yaxşıdır. İngiliscə school deyirlər, biz ona anlayış desək daha məncə yaxşıdır. Filan kəsin anlayışı, məsələn deyir ki, məktəbi Əflatun, məktəbi Ərəstu, məktəbi Nietzsche, məktəbi, məsələn, nə bilim, hər kəsi desək. Bir də İslam məktəbi var, yəni İslam düşüncəsi var. Anlayışı, düşüncəsi də yox. Anlayış var. Anlayış nədir? Yəni biz hər şeyə bir məna biz veririk. O bizim anladığımızdır. Onlara baxanda bir şey anlayırıq ki, biz onlara düşünəndə də onları düşünürük. O anladığımızı düşünürük. Mən beləsi aldım. Ya beləsi məni elədi. Çox gözəl bir kitab idi. Əgər icazə buyursanız elə sizlər də bilmirəm, hövsələz olacaq, olmayacaqdır. Amma mən elə burada canlı yayında bir araşdırma aparım. Şərhi, əvvəl bunu şərhi tabi şərhil füsus. Hara qoyduq çıxacımızı? Buradayım. Füsusul həkəm. Şərhil füsusul
kəm görək ki, burada nə gətirir? Durusi şərhi fususil hikəm əl-kamilə. Tamam, biri budur. Həsənzadə Amili də bunu demişmiş. Tamam. Qəraət-i kitab-ı fususil kitəm. Bunu ki, mən indi oxudum. Bunu ərəbcəsini bir nəfər oxuyur. 12 dəqiqəlik əlbəttə burada oxuyub. Bu çox deyil. Bəlkə də canlıdır ona görə. Yox, videolarda müxtəlif, necə 30 videoda o kitabı oxur, əslisin. Şərhi fususil hikəm. Tamam, mən burada bu işi görəcəyəm. Görün bunu nə cür eləyirdik ki, əcəba bunu Save to Library. Bu, hətta bu farsı da desə, bunu da Save to Library eləyək. Qəraətin ötürək. Şərhi fususil hikəm. Bunu da qoyaq. Bunu kim deyibdir? Burada Eymən Əhmədi nə mənə? Eymən Həmdi Əl-Əkbəri. Bunu da bu deyibdir. Budur, görürsən də özü də gəldi bura. Ayrısı da var. Bunun, Şərh-i Fususil Hikəm. Bu da ki, o farsı bilən, amma Seyyid Kəmal Əl-Heydəri. Bu da bunu deyibdir, calibdir. Şərh-i Fususil Hikəm Nəzəriyi Vəhdətil Vücudul İrfaniyyə. Bu da elə həman yenə o Kəmal Heydəridir. Şərh-i Müqəddəmi Fususil Hikəm Qeysəri. Bunu kim deyibdir? Kəmal Heydəri. Bunu da Kəmal Heydəri deyibdir. Tamam. Buradan da geçtik. Bunu da elə bir oxuduq. Neydi yazıb ki? Məcalisü Təriqətil Əkbəriyyə Şərh-i Fususil Hikəm Əl-Fəsl Hudi. Bu da bu adamdır ki, üstə gördük. Eymən Həmdi Əl-Əkbəri. Bunu yenə də burada vuraq. Bunu da şeir yox. İstirdik bunu save eləyək. Save olub qabaqca, indi vururuq, o gəlir, tamam. Bu kimdir? İhya-ül Ulumuddin Kəbir Əş-Şəhutin. Əş-Şəhutin. Bu da, bunu da elə burada vuraq. Allah Allah. Bunu da yəni vurmuşuq öncədən. Vurmamışıq, bilirəm ki, vurmamışıq, amma bunu beləsi gələk buradan. Bismillahirrahmanirrahim. الحمد لله المنفرد بالجلال في كبريائه وتعاليه، المستحق للتحميد والتقديس والتسبيح والتنزيه، القائم بالعدل فيما يبرمه ويقضيه، المتطول بالفضل فيما ينعم به ويسديه، المتكفل بحفظ عبده في جميع موارده ومجاريه، المنعم عليه بما يزيد على مهمات مقاصده بل بما يفي بأمانيه، فهو الذي يرشده ويهديه، وهو الذي يميته ويحييه، وإذا مرض فهو يشفيه، وإذا ضعف فهو يقويه، وهو الذي يوفقه للطاعة ويرتضيه، وهو الذي يطعمه ويسقيه ويحفظه من كل الهلاك ويحميه، ويحرسه بالطعام والشراب عما يهلكه ويرديه، ويمكنه من القناعة بقليل القوت ويقويه، حتى تضيق به مجاري الشيطان الذي يناويه، ويكسر به سطوة النفس التي تعاديه، فيدفع شرها ثم يعبد ربه ويتقيه. هذا بعد أن يوسع عليه ما يلتذ به ويشتهيه، ويكثر عليه ما يهيج بواعثه ويؤكد دواعيه. كل ذلك يمتحنه به ويبتليه، فينظر كيف يؤثره على ما يهواه وينتحيه، وكيف يحفظ أوامره وينتهي عن نواهيه. Şeyh Muhammed Fazli. Bunu buradan açaq. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم، والحمد لله رب العالمين، الصلاة والسلام على المبعوث رحمة للعالمين محمد وآله الطيبين الطاهرين وأصحابه المنتجبين. اللهم صل على محمد وآل محمد. نتكلم عن وجعلت قرة عيني في الصلاة وخاتمة هذا الفصل. قوله وليس إلا مشاهدة المحبوب التي باز هم بسم الله الرحمن الرحيم. وليس بجوهر لأنه موجود في الخارج لا في موضوع
أو ماهية Cəlibdir ki, burada لو şeydə وجدت gətirmir, yəni. لكانت لا في Bir موضوع dənə də var idi ki, onu da gətirək qoyaq. والوجود ليس كذلك. بسم الله الرحمن الرحيم. السلام عليكم ورحمة الله وبركاته. أهلا بيكم. النهاردة هنتكلم عن أو هنقرأ مع بعض الفصل التاسع، فصل حكمة. Tamam. Min mərtəbə şükür olsun Allah təbarək və Teala'ya ki, bu günləri ömür verdi. Gözəlliklər gördük. Gözəlliklərin yanında bu günləri Türk dünyasında Türk dünyasının yaratdığı yazı uyğarlığından bir kitabla üzbəyiz olduq. Adı Şərhi Fususil Hikəm. Fususil Hikəm özü mərhum Şeyx Muhyiddin Ərəbi rəhmətliğin yazdığı bir kitabdır. Bizim bu Türk ustadımız, Allah rəhmət eləsin hər kəsdir, Türk dilində o kitaba şərhi yazıbdır. Və 1000 səhifəyə yaxın, 930 səhifəlik bir kitab yazıbdır. Türkcə, ərəbcəni yazır və onu özü tozih verir, açıqlır. Kitab 426 il bundan öncə yazılıbdır. Nüsxə yazan əsli yazan kimdir? Abdullah Əl-Busnəvidir. Amma bunun sonra nüsxəni yazan, oxuduq, nüsxəni yazan kim idi? Əbdi Əfəndi adında bir şeyx idi. Bu nüsxəni yazıbdır, yazan da odur. Kitab neçə əl dolanıbdır və sonunda da gəlibdir İstanbulda Fatih məhəlləsində olan, indi qeydaq əvvələ görək ki, harada idi? Kitabxanasında, Süleymaniyyə kitabxanasında mənzil tapıbdır. Orada qalır. Süleymaniyyə Kütüb Hanəsi. Bunu da yazaq ki, yadımızdan çıxmasın. Bu kitab mənim şəxsən çox maraqlandığım bir kitab oldu və YouTube-dan da axtardım, bunun dərslərini tapdım. İnşallah özümə bunu iş eləyəcəyəm və buradan oxumağa çalışacağam. Allah güc versin, mən bunu anlaya bilim. İnşallah ustadlar ərəb dilində olduğuna qulaq asaram. Çünki ərəbcəsini daha iyi eləyirəm, amma türkcəsini tapsam həttəmən türkcəsində oxuyaram, yəni qulaq asaram. Burada qutaraq, sağ olun, sağ qalın. Allahın əmanında bir ayrı cələsə, əgər Allah ömür verirsə və qismət elirsə, bir ayrı əski türk kitablarla, neçə yüzillik türk kitablarla, əl yazmalarla huzurunuzda olacaq. Bu günkü kitabda əl yazma idi, bunda ən son